Azərbaycan qəhrəmanlar yurdu, igidlər məskənidir. Neçə qəhrəmanlar yetişdirib bu müqəddəs torpaq, ulu diyar. Bu torpaq Babəklərin, Cavanşirlərin, Koroğluların vətənidir. Belə qəhrəmanlar həmişə yaşamışdı və daim yaşayacaqdı. Azərbaycan torpağının yetişdirdiyi qəhrəmanlardan biri də odur, Əliyev Ələkbər Həsənoğlu. Ələkbər Əliyev 1955-ci ilin dekabr ayının 22-sində Qubadlı rayonunun İşıqlı kəndində dünyaya gəlib. 1972-ci ildə kənd orta məktəbini bitirib və Sumqayıt Politexnik Texnikumuna daxil olmuşdu. 9 uşaq olmuşuq, böyükləri mən olmuşam, Təvəkkül dadım. Məndən xırda qardaşlarım var, bacılarım var, yaşayan da var, yaşamayan da var. O qardaş bacımın həm atası olmuşam, həm böyük qardaşlarım, evin böyüyü mən olmuşam. Təhsilini başa vurduqdan sonra Sovet ordusu sıralarında xidmət etmişdi. Vətənə döndükdən sonra Qubadlı rayon Kimya Birliyinin sədri, bir müddət sonra isə kəndlərində savxoz direktorunun müavini vəzifəsində işləmişdi. Ələkbərlə mən, yaş fərqimiz 7-8 il olsa da, biz rayonda həm qardaş olmuş, həm dost. Aşıb bütün kənd cəmaatı bizim o dostluğumuzda deyirlər, siz qardaşsınız belə, bəzi yerdə görürsünüz ki, bir qardaş kimi şeyləsin, bəzi yerdə bir dost kimi, elə bir ki, getməyiniz, gəlməyiniz belə elə. Deyirəm, valla bizim xasiyyətimiz belə tutur da. Evdə də bizə deyirlər, həmişə bizim dərdimiz, sirrimiz eyni olub da. Amma Ələkbər uşaqla uşaq kimi, böyüklə böyük kimi. Valla mən elə qardaş, mən nə bilim, heç belə danışmaqdan, danışa da bilmirəm. Ələkbər gözəl insanıdır, yaxşı xasiyyəti vardı, mülayim idi, uşaqla uşaq, böyüklə böyük, böyüklərin yolunu saxlamaq, hərda necə özünü aparmağı bilən bir insan idi. Uşaqlarını çox istəyirdi. İstəyirdi ki, oxusunlar. Xəyalın riyaziyyat dərsi olanda özünün üstündə dururdu ki, oxusun. Məsələn, xəyali üçün müəllim tutmuşdu ki, qoy yaxşı oxusun, bünövrəsi yaxşı qoysun. Papam mülayim insan olub. Yəni, mən xatırıma gəlmir ki, elə bir səhnə ki, onun bizə qışqırdığı ya acıqlandığı bir vaxtda. Yeganə, məsələn, bizə cəza olardı ki, vaxtından əvvəl, yəni bizdə o vaxtların cizgi filmlər göstərdilər, onlara baxmamış bizi yatağa göndərirdi, böyle. Yəni, elə bir sərt siması yadıma gəlmir babamın. Mən atamı 6 yaşıma qədər görmüşəm, 6 yaşıma qədər xatirələrim lap azdır. Yəni biz evdə az olurdu. Mənim yadımdadır ki, bizi həmişə vətənpərvərlik da böyüdürdü. Biz elə bir ki, yığışırdıq kəndə, əmim uşaqları, bibim uşaqları yığışırdı, bizi boy sırana düzürdü, eyvanda bizi əskər marşı oxutdururdu və ondan həzz alırdı. Qutarırdı, yenə başladı ki, bir də oxuyun. Görürdü necə sevinirdi ona baxanda. Biz də istəyirdik ki, oxuyaq, amma papamızın xoşuna gəlsin. Erməni vandalizmi Ələkbər Əliyevi bir an da olsun rahat buraxmırdı. O, özünü müdafiə dəstəsi yaradaraq doğma torpağın müdafiəsinə qalxdı. O, həqiqətən də bağlı idi vətənə. Evdə də qaynam deyir ki, sənin o yaşın deyil, sən əskərə gedəsi deyilsən, sən 4 uşaq atasısan, sənə axı yaraşmaq, sən evi ilə məşğul ol, ailənin içində ol. Amma o eşitmirdi. Başqa vaxtda ana sözünə çıxan deyil, amma belə eşitmirdi. Dedim, mən getməyim, başqası getməsin, necə olar? Getmək lazım ki, gedirəm. Ailəni düşünmürdü. O moment gəndə ailə yada düşmürdü. Öncə vətəni fikirləşirdi, toplayırdı, yığırdı başına, dəstə yığırdı ki, gedək. Uşaqlar da, cavan uşaqlar da hamısı onun sözünə çıxmırdı. Yəni, əvvəldən özünə hörmət qoyan bir insan idi. Əvvəldən o uşaqlarla ilə bir danışanda, nə desək, kənd uşaqları onu eşidir ki, hə, getmək lazımdır, gedək. Mən xəstə oldum, balnisada yatdım, operasiya elədilər məni. Bu gəldi yanıma, gedəndə deyirdim, ay bala, sənin 4 uşağın var. Ay qala, mən nətər getməyim. Yaxşı, bu torpaq əldən gedir. Dedim, mən 1-2 gün qal yanımda da, indi çay ver, çörək ver. Bəhanə, nə qeylədim, o bir gecə də qalmadı. Dedi, yox, mən
getməliyəm cəbhəyə. Özü su arasında Laçında vuruşurdu. Laçını qoruyurdular. Qubadlı rayonunun Muradxanlı kəndində 855 saylı hərbi hissə yaranmağa başladı. Və Ələkbər Əliyev də həmin hərbi hissənin ilk döyüşçülərindən, ilk zabit heyətindən biri kimi həmin hərbi hissədə xidmət eləməyə başladı. Onun təhsilin, iş, bacarığın və şəxsiyyətini nəzərə alıb onu taqım komandiri vəzifəsinə təyin etmişdik. Bir çox döyüş əməliyyatlarında iştirak eləmişdi, Laçın istiqamətində gedən. Ələkbər Əliyev bacarıqlı, işgüzar, qoçaq, mərd, cəld qərar qəbul eləməyə bacaran bir komandir kimi yadda qalır. Ələkbər Əliyev çox sakit, çox təmkinli, çox təvazökar, çox zəhmətkeş və çox qısa müddətdə səmimiyyət qurmağı bacarandır. Bütün bunlarla bərabər Ələkbər Əliyevdə mərdlik, qorxmazlıq, cəsurluq bunun qanundan gəlirdi. Ona görə də şəxsi heyət içərisində Ələkbər Əliyev özünü tez tanıtmağa başladı. Tezliklə onun bütün yoldaşları, dostları, zabit yoldaşları, əsgərlər arasında çox böyük hörmətə malik oldu. Ona görə də istənilən döyüşlərdə Ələkbər Əliyev öz döyüşçü yoldaşlarını ən çətin döyüşlərdə bir asanlıqla döyüşə girir və istənilən nəticəni əldə edə bilərdi. Hər dəfə düşmənə ağır itkilər verir və düşməni səngərdən çıxartmağa, döyüş meydanından qovmağa məcbur edirdi. Ələkbər Əliyev həmişə döyüşə özün ən qabaqda olmağa çalışırdı. Döyüşə atırdı özünü. Şəxsi nümunə etməyə çalışırdı. Əskərlərindən həmişə öndə getməyə çalışırdı. Bu da ona görə ki, həm əskərləri qorumaq istəyirdi, həm də vətən torpağının mübarizəsində, onun qorunmasında birincilərdən olmaq istəyirdi. Ələkbər Əliyev axırıncı düşmənə qarşı etdiyi zərbələri ilə, axırıncı olan döyüşçü yaralıların çıxarılmasına göstərdiyi cəhdi ilə şəxsi nümunə kimi çox böyük yiğitlik eləmiş. Ələkbər öldü cismani olaraq, amma ruhən döyüşçülərin qəlbində idi. Vətənə bağlılıq, düşmənə nifrət, cəsurluq, qəhrəmanlıq sanki onun beyninin alnına yazılmışdı. Ona görə də vətəni canından artıq sevərək, vətəni yolunda qəhrəmancasına həlak oldu. Bizim batalyonumuz özünü müdafiə batalyonudur. Biz burada postlara gedirdik. Həmən günün Laçının su arası kəndinə biz əməliyyata getdik. 1992-ci il avqust ayının 6-sında və həmən gündə biz okrujenə düşdük. Biz elə bir yerdə düşdük ki, bizim heç sərvət çıxarcası yerimiz olmadı. Çox güclü döyüşlər oldu. 16 nəfər olmuş. O zabit idi, biz əsgər idik. 16 nəfərin 11 nəfər şəhid olub, 5 nəfər yaralanıb. Bu 5 nəfərin arasında bir də mən idim. Mən Ələkbərin şəhid olduğu yerinin mənim yaralandığım, mənim atışdığım yerin məsafənin arası 5-7 metr olardı. Bir xeyli atışandan sonra qüvvələr aydın oldu ki, onlar bizim sağ, sol, bir də qabaq hissədən mühasirəyə alıblar. İlk öncə mən özüm yaralandım və özüm səsimlə də çağırdım uşaqları ki, məni vurdular. Ancaq sonradan gördüm, yox, hələ mənə bir güllə dəymişdi. Uşaqların da səsi çıxmağa başladı. Ələkbər dedim, mən 5-7 metri məsafədə mənim sol tərəfimdə idi. Qüvvələrin bərabər olmadığına görə onlar bizi üstələdilər. Mənim özümə düz 6 güllə dəydi. Sağ qalanlar da var, şahidlər də var, bilirlər. Ancaq onların hamısına bir-bir güllə dəyən vaxtı, onlardan çıxan səsin hamısı bu dəqiqə mənim qulağımdadır. Düzdür, danışmaq ağırdır. O dəqiqələri adam gözünün qabağını gətirəndə həmən gecəni yatmaq olmur. Mən gördüm onun qəhrəmanlığı, yəni canlı şahidi kimi. Canlı şahidlərindən biri də mən idim. Özün verdi bizim qarşımıza. Güllənin qarşısına, güllə boranın qarşısına verdi özün. Mən də şəxsən mən də istəyərdim Ələkbər kimi şəhid olum. Qismət idi. Allah saxladı, saxlayan da saxlayır. Yaralandım mən də orada. Ələkbər Əliyev kimi qəhrəman oğlanların məzarı qarşısında diz çöküb baş əyirəm. Zəng elədilər ki, ana rəhmətə gedib,
Mən durum dedim, nə olubdu? Xana kət yerinə deyir, ya maşın vurdu. Mən düzü inanmadım. Bildim ki, ya budur, ya qardaşı oldu, ya bu nəsə bir hadisədir. Nəysə, otdu maşına, heç, vallahi, o yolu mən nətər getmişəm, buradan oraya 400 kilometrdir da. 3 saat, 4 gedəndə mən kəndən gəldim, biz də trasın böyründəyik. Gələndə gördüm ki, vayenli maşınların bizdən həyətə qədər bir kilometr yer var da. Mən maşınlar həyətə girə bilmədim. Elə bərdən kənddən gələndə gördüm ki, nə cür maşınlar yığılıb. Da hamısı vayenli maşınlar. Deyirəm, bu ana işi deyil də bu. Qardaşımız. Dayı orada atqılçat oldum. Elə getdim, elə gördüm, nə kim uzadıblar orada. Elə oradan elə bir atqılçat oldum. Mən inanırsa bir 4-5 saat mən özümə gəlmədim. Mən orada ayıqlar gördüm, işdən keçib, nə cür. Nəysə, o günlər yada düşəndə Son görüşüm yadımdadır. Çünki atam gəlib qalmalıydı, hardasa bir 2-3 gün evdə olmalıydı. Biz də sevindik ki, nə yaxşı ki, yəni 2-3 gün yenə onu görə biləcəyik. Mən həyətdə oynuyordum, öz-özüm evcə gördüm, atam yenə gedir. Soruşdum ki, hara gedirsən? Dedi ki, gedirəm uşaqlara dəyim, gəlim, görüm nətərdir vəziyyət. Dedim, axı sən dedin, getməyəsən, qalacam. Dedi, yox, gələcəm, narahat olma, gelib, baxıb görüm, qayıdacam. Elə mən o getdirəndə mən onun arxasında çox baxdım. Yəni, atam yoxlana, uzaqlaşana qədər, ya maşına minə qədər mən baxdım, bir hiss eləyirdim. O gediş getdi, yəni ondan sonra qayıtmadı. Atam şəhid olmuşdu, kənd cəmiyyəti bilirdi, biz bilmirdik, bizə demirdilər. 2-3 gün gəlmədi, ağır döyüşlər oldu. Biz elə hiss edirdik o kənddə səs-küydən, atışmadan hiss edirdik ki, ağır döyüşlər oldu. Biz elə evdə oturmuşduq, gördük ki, maşın səsi gəldi, bildik ki, atamız gəlir. Qaça-qaça nətər çıxdıqsa pilləkəndən ki, sevindim. Gördüm ki, əsgərlərdir, atamın döyüş yoldaşları da bizi çəkirlər qırağa, öpürlər, ağlayırlar. Mən yenə başa düşmürəm ki, atam şəhid olubdu. Tüfəng atırlar, atama da atırlar. Sonra gördüm, nəsə atamın meydini götürürlər, bizi qoymurdular, imkan vermirlər ki, atamızın meydinə baxaq. Çəkirdilər, onda mən başa düşdüm ki, atam ölübdür. Bizi imkan vermə yaxına gedib çəkirdilər ora, ağlayırdılar. Hamı aləm qarışmışdı bir-birinə də. Yəni o xatirələr yaddan çıxmır. Düzdür, 6 yaşında o pis xatirə ki, mənim beynimə həkk olundu. Taleh insanı müxtəlif yollardan qəhrəmanlıq zirvəsinə ucalda bilir. Amma bütün qəhrəmanların ortaq bir şüuru var. Öncə vətən. Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 1992-ci il tarixli fərmanı ilə Ələkbər Həsənoğlu Əliyevə ölümündən sonra Azərbaycanın milli qəhrəmanı adı verilib. Atam rəhmətə gedəndə mənim 4 yaşım var idi. Deməli, atamla mənim elə bir xatirələrimiz olmayıb. Çox az mənim yadıma gəldi, çünki 4 yaşım var idi. Və atam şəhid olandan sonra mənim xatirələrimi bölüşə bilərəm. Necə olur mənim üçün, həyatım necə davam edir. Bir milli qəhrəman övladı kimi yaşamışam. Düzdür, bu fəxirli bir şeydir. Fəxirli olduğu qədərdə də bu məsuliyyətdir. Və atamın davamçıları yerlər, bizi demək olar ki, mən və qardaşım. Həyatda ancaq ona layiq olmalıyıq. Atasız böyümək çox çətindir. Çünki bəzi elə işlər olur ki, onun məsləhətinə ehtiyacımız olur. Yaşdan asılma olmayaraq həmişə ataya məsləhətinə ehtiyac var. Mən fəxr edirəm ki, atam milli qəhrəmandır. Yəni hər dəfə, hər məclislərdə, tədbirlərdə atam haqqında danışanda qürur hiss edirəm. Möhtərəm Prezident, Cənab Ali Başkomandan, sizin əmrinizə əsasən Qubadlı şəhəri işğaldan azad olunmuşdur. Hal-hazırda Qubadlı şəhərində Azərbaycan Respublikasının dövlət bayrağı dalğalanır. Yaşasın Azərbaycan, yaşasın Ali Başkomandan, yaşasın Qubadlı şəhəri. Aparır Bakıya. Qubadlı xurmasından yiyəcəyik. Gəlin sökün bunu.
Bax belədir. Bilsinlər ki, bura Qəziyan kəndi. Atam 1992-ci ildə birinci Qarabağ döyüşlərində şəhid olmuşdu. Milli qəhrəmancasına. Azərbaycan Respublikasının milli qəhrəmanıdır. Buradan çıxanda 11 yaşım var idi. Bu ev bizimdir. Evimizdəyik. Şükürlər olsun. Gəlmişik. Ev dağılıb. Çubun gözünüzdə görürsünüz. Bu yaşımıza qədər çatdıq, düzdür, ağır oldu. Atasız böyümək çox çətin bir şeydir. Çünki baxırsan, həsrət çəkirsən də atalı uşaqlara, ata qayğı çəkən uşaqlara, ata nəvazişi görən uşaqlara. Amma bir tərəfdən fikirləşsən ki, bu dünya elə dünyadır ki, hamı öləcək. Amma sənin atan ad qoydu, getdi, şərəfli ad qoydu, getdi. 24 ildir Ələkbər yoxdur aramızda. Onun bütün tədbirləri olunur, xiyabana gedilir, ölən günü, nə bilim, anım gün həmişə olur, amma onun yoxluğunu həmişə hiss eləmişik. Papa istəyirdi ki, yəni arzusu var idi ki, instituta girim, yəni nailiyyətim çox olsun, müəllim olmağımı daha çox arzulayırdı. Şükür, indi böyüdüm, müəlliməliyi də, necə deyirəm, müəlliməlik fakültəsini də bitirdim. Yəni, haradasa özümü biraz rahat hiss edirəm ki, düzdür, o öz canına verib bizi qorumağa çalışdı. Mən də onun elə bir ki, bir balaca arzusunu yerinə yetirdim. Xətai rayonundakı 204 saylı orta məktəb onun adını daşıyır. Şükürlər olsun, Xəyalın ilə oğlu oldu birinci. Adını qoydum, indi uşaq da fəxr elə ki, nənə, nə yaxşı bu adı mənə qoymuşsan. O da biraz o bir uşaqlardan, nəvələrdən fərqlənir. Allaha şükür, adını qoyduq. Mən də onun babası kimi qəhrəman, cəsur, qorxmaz, vətənini sevər, torpağını sevər, millətinə, cəmaatına hörmət edən bir insan kimi arzulayıram.